Sınıf giymek istiyorum. Sonra soyad. Soyad last name. Hı hı. Sonra ünvan. Adres. 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 Adres değil. Adres. 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 Hı hı. Sonra koşulmak. Join. Join. Join yok Join. 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 Yeni yetme. Ten. Teen. Ten. Medeniyet. Medeniyet. Culture. 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 Hı hı. Biraz tam demedin. İndi İngilizceden Azərbaycana soruşum görüm bilirsən. Expression. Mən yox burada Ee, bircə dəqiqə müsait. dedik. Yaxşı. Conversation. Converse. Söhbət, danışıq. Bəli, düzdür. Culture. Mədəniyyət. Hı hı, düzdür. Ee, competition. Computer. Yox. Competition. Competition bir dəqiqə. Yarış, müsabiqə. Hə, yarış müsabiqə. Yaxşı. Nationality. Milliyyət. Milli. Hər tərəfli öyrənin. Çünki bunu da belə verirəm ki, dinləmədə sözü tuta bilərsiz. Hə, başa düşdüm. Everywhere. Everywhere, hər yerdə. Mhm, düzdür. Pimple. Pimple. Qələm dostu. Hə, qələm dostu. American. Amerikalı. Mhm, düzdür. United States. Birləşmiş Krallıq. Mhm, krallıq Yox, yox. Kral Kingdom idi o. Mhm. Hmm, nə ki? O Birləşmiş da Ştatlar. Ştatlar, hə, hə. Mhm, Birləşmiş Ştatlar. French. Fransa. Yox. Çinlə olan fransızdır. Fransız. Çinlə Hə, olan fransız. Russia. Rusiya. Lucia. Tez-tez Hə, verirəm ki, qızım, Rusiya. tez-tez deyirəm cavab ki, vaxtımızdan getməsin. Mexican. Meksikalı. Hı hı, düzdür. Birləşmiş Krallıq dedik nə idi? United Kingdom. Hı hı, düzdür. Cənubi Afrika nədir? Sus Amerika. South Africa. South Hə, Sus Africa. Afrika. Yaponiya. Japan. Japan. Oxunur Japan. Japan. Hı hı, Japan. Yaxşı götürək. Yapon dili. Yapon dili o da Japonca. Japanese. Aha, Japanese. Bayraq. Flag. Mhm, düzdür. Qarışıq verəcəm. Sonra guess. Guess. Təxmin etmək. Təxmin etmək, bəli. Sonra represent. O da təmsil etmək. Mhm, düzdür. Interview. Interview. Mhm, O da müsahibə. müsahibə aparmaq idi. Bəli, müsahibə aparmaq, müsahibə. Chocolate. Şeydi, onun yazılışını əzbərləmişdim. Ortadakı hiss eləmədim. O da
Cuha Lotte. Chocolate, şokolad. Chocolate, Şokolat deyirik. hə, chocolate. Oxunur chocolate. Bax, burada Hə, görsən, bu tərəfi belə siz chocolate. Görsən, mən. chocolate. Belə ki, buradan öyrənib bu tərəfə baxmayasınız. Hə, Bu sizin öyrənəcəyiniz şeydədir. Belə deyək də, hərflərlədir. Restaurant. restoran. Hı hı. Düzdür. Portuguese. Portuqaliyalı. Hı hı. Düzdür. Müqayisə etmək. Müqayisə etmək. Hı O hı. da Campari. Compare. 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 Yaxşı. Yerli doğma danışan. Native. Native. Təqdim etmək. In Incardus. Introduce. Tam Introduced. şey edə bilmədin. Böyük şəhər. Gözüm dəqiqə deyirəm. City. Hı hı. Sonra dining room. Dining room, yemək otağı. Hı hı. Düzdür. Yard. Həyat. Hı hı. Old. Old, köhnə. Hı hı. Düzdür. Dolar, divar dolabı. Doset. Closet. Hı hı. Düzdür. Pəncərə. Window. Hı hı. Üzənif. House boat. Houseboat. Hı hı. Soyuducu. Fridge. Fridge. Page. Vaza. Vaza elə vase. 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 Yaxşı, kifayətdir. Züleyxa ilə davam eləyək. Züleyxa. Ben. Bir dəqiqə qoy bunun rəngini dəyişim, sənkinə yaşıl rəng seçim. Züleyxa digital. Rəqəmsal. Hı hı. Düzdür. World. Nə dediniz müəllim? World. Ha, world. Dünya. Around. Ətrafında. Important. Vacib. Hı hı. Cell phone. Telefon nömrəsi. Mobil telefon. Vocabulary. Söz ehtiyatı. Hı hı. Düzdür. Fəaliyyət. Bir dəqiqə müəllim. Activity. Hı hı. Düzdür. Geyim, paltar. Clothes. Hı hı. Sinonim nədir? Öyrənmisən sinonim? Xeyr. Əslində yazılıb burada, ancaq öyrənməmişəm. Garment. Garment. Yəni yenə deyim, paragraf yazanda çalışın parafrazı eləyə yaza. Müəllim oxudum, ancaq yəni əzbərləmədim də Əzbərləyəsiniz sinonimləri. ki, lazım olacaq sizə. Ben. Sonra idman. Gym. Sportsdur müəllim. Burada sportsla yazılıb, ancaq gym də var. Hı hı, düzdür. Yaxşı. Klub. Club. Hı hı. Qeydiyyat. Registration. Hı hı.
Address. Adres elə adresdə mən Bəli, elə ünvan gedir. Phone number. phone number. O cell phone number'ı qarışdırıram mən. Number Telefon nömrədir. nömrəsi. Hə. Siz ingiliscə soruşdunuz, mən də ingilis hissəsini axtarıram. Yaxşı. Sonra make friends. Dost olmaq, Düzdür. Different müxtəlif, expression. ifadə, Bilingual. iki dilli, Nationality. nationality, mədəniyyət, Milliyet. həm milliyyət, Pen pal. qələm dostu, Spanish. İspaniyalı, Russian. Rusiyalı, Mexican. Meksikalı, Cənubi Afrikalı. Cənubi Afrikalı, South African, Sonra təxmin etmək. guess, Mötərizə. yadımdan çıxdı yəni. Parenthesis. O söz yadımda qalmır. Ən çox onu oxumuşam amma yenə də yadımdan çıxdı. Parenthesis ve bracket de var. Sonra ketchup. Ketchup, Ne ketchup da bu heç. Əhali. native, Əhali. population, Population. əhali yerli native olmalıdır mənim. Mebel. Furniture, Çarpayı. bed, Kent yeri. countryside, Sonra rural da var bir hafifte. Yemek otağı. dining room, Müasir. modern, Apartment. mənzil, App. əlavə etmək, Tətbiq əlavə. Closet. divar şkafı, Closet həm də paltar dəyişmə otağına gedir səfərlərimsə. Shower. shower, duş. Bir də bath da var mənim bunun sinonim olaraq. Stove. Nə dediniz mənim? Stove. Stove. Soba, Soba. Comfortable. comfortable, Mhm. rahat, Inside. içərisində, Consequence. consequence. Bir dəqiqə mənim. Consequence. Nədir Fatimə consequence? Fatimə consequence nədir? Təxmin etməkdir.
Nəticə deyil. Nəticə, Ay, nəticə. ay, necə yadımdan çıxdı bu söz? Search. Axtarmaq. Mhm. Shampoo. Şampun. Clue. Clay. Yox, İpucu. ipucu, ipucu. Describe. Describe. Təqdim etmək. Describe, Təsvir təsvir etmək. etmək, göstərmək. Onu əslində nəzərdə tutmuşdum, müəllim tapa bilmədim yəni. Mhm. Sonra nearby. Yaxında. Mhm. Yaxşı. Süper. Buna close da var müəllim. Mhm. Evet. Bu da sizin nəticələriniz. Testdir. Yaxşısı, çalışın gələn dəfə sinonimini, antonimini hamısını öyrənərsiniz. Uşaqlar test vermiş. Müəllim, o bilmədiyim sözlər də əslində bildiyim sözlərdir. Bunları çoxdandan əzbərləmişik. 5-ci sinif sözlərdir, səhv eləmirəmsə. 5-ci sinif Ancaq sözləri qızımdır. Bəli, çaşdım məndə də deyə eynidir. deyə bilmədim müəllim. Eybi yox. Sizə ismin qalanını başa salım. Sonra vaxtımız qalsa testimizi eləyərik. Yaxşı. Fatma, sən olmusan elə ingilis dili hazırlığında əvvəl. Bəli, bir il olmuşam. Okay. Deməli biz keçən dərsimizdə morphological and semantic keçdik. Characteristics of noun. Yarısını keçdik, yarısı qaldı. Buraları, bu hissələri keçdik və mən sizə başa saldım ki, iki isim əgər yanaşı olarsa, yəni iki isim uşaqlar ofsuz olarsa, of yoxdursa, diqqət eləyək. Əgər of yoxdursa, iki isim yanaşı gəlirsə, biz ikinci tərəfə baxırıq. Əgər of varsa, biz birinci tərəfə baxırıq. Ona əsasən sayılan, sayılmayan olduğumuzu, mübtəda xəbər uzlaşmamızı ona əsasən müəyyən edirik. Sonra sayılmayan isimlərin dedik təsnifatı. Sayılmayan isimlərimiz adətən dənə deyə bilməyəcəyimiz, düzdür, istisna sözlər var ki, biz Azərbaycan dilində deyirik bir dənə çörək al, iki dənə çörək al kimi deyə bilirik. İstisna çoxdur, amma əksərən biz dənə deyə bilməyəcəyimiz, məsələn, bir dənə pesoq demirik, ya bir kilo pesoq deyirik, ingilis dilində kəmiyyət bildirən ifadələrdən istifadə edirik. Ya bir qaşıq pesoq deyirik, ya bir stəkan pesoq deyirik, ya nə bilim, nəsə bir ölçü vahidi işlədirik. Və yaxud da ki, sarımsaq, soğan. Biz düzdür, ingilislər sarımsaq soğanı sayırlar, amma məsələn biz deyirik bir baş sarımsaq. Eləcə də, məsələn, bir dənə kitab deyə bilərik. Bir dənə stol da deyə bilərik. Bir dənə stul da deyə bilərik. Bir dənə ütü də deyə bilərik. Bunlar, amma dediyim kimi bir dənə çay demirik. Bir stəkan çay deyirik. Və yaxud da ki, bir dənə süd demirik. Ya bir butulka süd deyirik, ya bir litr süd deyirik. Və sayılmayan isimlər təsnifatına görə hansılara bölünür? Adətən, maye halında olan sözlərimiz sayılmayan isimdir. Məsələn, oil. Oil həm bitki yağı deməkdir, uşaqlar, həm də neft deməkdir. Petrol, benzin deməkdir. Sonra kofedir, görürsünüz, maye halındadır, su şəklindədir. Hansı ki, maye halındadırsa, uşaqlar, onu biz saymırıq. Stəkandır, içində su. Bunu bir dənə deyə bilmirik. Hansı ki, maye halında olanları, maye halında, damcını da qoyaq bura, maye halında olanları biz saymırıq. Deyə bilərik, bir damcı su, iki damcı su gördüyünüz kimi, amma bir dənə su, iki dənə su deyə bilmərik. Mücərrəd isimlərin hamısı yox. Əksərən mücərrəd isimlər sayılmır. Hansı ki, biz onu gözlə görmürük, əllə tuta bilmirik. Amma yenə deyirəm, hamısı, mücərrəd isimlərin hamısı sayılmayandır deyə bilmərik. Məsələn, baxın, space. İndi keçək, space boş bir yekdə kimi gedir, məkan kimi də gedir. Bəzən mənasına görə fərqli olaraq sayılır, sayılmır. Sonra enerji, gördüyünüz kimi advice mütləq şəkildə beauty. Bunu qarışdırmayın. Beauty və beautiful sözünü. Beautiful sözü
Bu sifətdir, heç isim deyil. Bəzən yenə deyirəm, testdə verilə bilər ki, isim sırasını seçin. Bir tərəfdə beautiful verir. Aha, siz bununla qarışdırıb həmin sıranız isim kimi götürməyin. Beauty sözü varsa isim kimi götürün. Beautiful varsa sifət kimi götürə bilərsiniz. Ondan sonra time, education, the wealth, the happiness, the honesty. Görürsünüz bunlar özünüz oxuyasınız sayılmır. Ancaq məsələn idea bu isimlərimizə diqqət edək. Bu sayılandır. Bir ideya, iki ideya deyiriksə biz two ideas da desək bu tamamilə doğrudur. Təbii ki, two ideas olursa xəbərimiz də cəmli olur. Yəni idea sözü sayıla bilir, cəmlənir, təklənir. Bir yanına bir, iki, üç rəqəmi sayıla bilən isimlərin bütün xüsusiyyətlərini özündə əks etdirir. Impression, baxın, impression, təəssürat. Impression, bu sayılır, sayılır, təəssürat sözü. Deyə bilmərik ki, bir dənə təəssürat, iki təəssürat, amma ingilislər bunu sayırlar. Voice, baxın, voice var uşaqlar, səs, bir də var noise. Noise sayılmayan isimdir, səsküy. Amma voice səs, eləcə səs. Məsələn, mahnı səsi, insanın səsi. Bir də var noise deyirəm, noise, noise. Noise isə uşaqlar sayılmayan isimdir, səsküy. Amma voice səs, eləcə səs sayılır. Storm, fırtına, görürsünüz, sayılır. Amma sonra wind sayılmır, səhv etmirəmsə sayılmır. Sayılmır, yox, wind də sayılır uşaqlar, wine. Dream, arzu, wish, hər ikisi sayılır. Dream də, wish də. Hope da sayılır. Hour, saat da sayılır. Zarafat, joke, problem, bunlar sayılan isimlərdir. Baxmayaraq ki, mücərrəd isimlərimizdir. Sonra ümumi məna daşıyan isimlərimiz, yəni yüksdür, puldur, heç bir yəni belə deyək də sinifə daxil olmur. Ümumi mənası var. Nə deyə bilmərik mənayə, nə deyə bilmərik mücərrəd. Amma məsələn luggage, baxın luggage, bunlar sayılmayan isimdir. Money, pul. Pul sayılmır, pul vahidi sayılır. Manatdır, dollardır, bunlar sayılır. Furniture, mebel sayılmır. Furniture, mebelin hissələri stoldur, stuldur, kreslodur, divandır. Bunlar sayılır. Traffic, tıxac deməkdir və fruit sözü sayılmır, amma meyvə adları alma, armud, banan sayılır. Gördüyünüz kimi yazıb. Baxın, pul sözü sayılmır, amma pul vahidi sayıldı. Pul vahidi sayıldı. Divan, mebelin hissələri satıldı. Alma, meyvədir, sayılır, meyvə adıdır. Pears, five armchairs, mebelin hissələri sayılır. Və yeyinti məhsulları bildiyimiz kimi çörək, yenə deyirəm, biz bəzən deyirik bir dənə çörək, iki dənə çörək, amma ingilislər bunu saymırlar. Pendirdir, yağdır, ətdir, bunlar sayılmır. Və metal, material adları. Bunu yadda saxlayaq, bəzən burada mənasına görə dəyişən var, onu növbəti səhifədə verilibdir. Bunu yadınızda saxlayın ki, gold, qızıl, gümüş, metaldır, materialdır, iron. Buna diqqət edək, növbəti səhifədə bunu verir. Bir dənə iron sözünə diqqət edək. Steel, polad, bronze, wood, glass, clay, gill, concrete, baxın, clay, gill, concrete, bunlar hamısı sayılmır. Təbiət hadisələri gördüyünüz kimi əlimizlə tuta bilmirik. Hansısa mücərriyyətliyə yaxındır. Qaranlıq, qar, yağış, duman, iskilik, tufan, külək, bunlar sayılmayan isimlərdir. İdman adlarımız mütləq şəkildə, məsələn, chess, billiard, şahmat, bunlar sayılmaz. Elm və bölmə adları, chemistry, məsələn, deyirik, kimya, physics, adətən sözün sonu icısı ilə qurtaranlar sayılmır, istisnalarımız var. Fəaliyyətlər sayılmır. Məsələn, yaşamaq gözəldir. Living deyə bilmərik. Living, gördüyünüz kimi sayılmır. Driving, living, swimming, bunlar fəaliyyətlərdir, sayılır. Sonra xəstəlik adlarımız necə?
Necə Züleyxa? Səsiniz qırıla-qırıla gəlir Hə, mənə. bizim internetdə yenə problem var. Xəstəlik adları dedik sayılmır. Məsələn, kanserdir, flu, xərçəng xəstəliyi, qrip, gördüyünüz kimi xəstəlik adları sayılmır. Dillərimiz sayılmır. Bunlara da diqqət edək. Russian, baxaq görək Russian millət kimi verilib, bir millətə məxsus bir vətəndaş mı verilir, yoxsa Russian xalqlar mı verilir, yoxsa Russian dil mənasında verilir. Kontekstdən onu bilməliyik ki, ona əsasən biz bunu sayılan, sayılmayan nəzərə alıb uyğunlaşdırmalıyıq cümləmizi. Qaz halındakı maddələr. Gördüyünüz kimi kimyəvi maddələrimiz sayılmır. İnternet gedir, gəlir. Aha. Dedik ki, qaz halındakı maddələr sayılmır. Kiçik hissələrdən ibarət düyüdür, undur. Görürsünüz, çox kiçik hissələrdən ibarətdir. Sayılmır. Bunlara özünüz baxarsınız. Və sayılmayan isimlərimizin qarşısında bəs biz necə eləyək ki, onun kəmiyyətini bir göstərək? Bir dəqiqə uşaqlar bağışlayın, zəng gəlir, 2 dəqiqə ona cavab verim. Hə, bağışlayın, davam edək. Deməli, sayılmayan isimlərimizi dedik, özünüz yenə baxarsınız. Bəs bu sayılmayan isimlərimizi biz necə eləyək ki, sayaq? Onların qarşısında artıq biz kəmiyyət bildirən ifadələrdir. Amma onu qeyd edeyim ki, uşaqlar, bu kəmiyyət bildirən ifadələr sadəcə sayılmayan isimlərlə işlədilməlidir deyə bir şey yoxdur. Bunlar sayılan isimlərlə də işlədilə bilər. Amma sayılmayan isimlərimizi artıq biz miqdarını göstərmək üçün ifadələrdən istifadə edirik. Çünki biz dedik axı bir dənə, 2 dənə deyə bilmərik. Amma biz burada 1 stəkan, 1 kilo deməliyikmi? Artıq bu 1 stəkan, 1 kilo bildirən ifadələrdən istifadə etməliyik. Baxın və məsələn bir dilim, mən deyə bilmərəm ki, bir dilim su. Hərəsinin öz mənası var. A slice of, mən deyə bilmərəm ki, bir dilim pul. Deyə bilmərəm. Olmaz. Və yaxud da ki, bir dilim şorba. Deyə bilmərəm ki, dilimi nə ilə işlədirik biz? Bir dilim ət, bir dilim limon, bir dilim yağ. Gördüyünüz kimi a slice of. Və biz təkcə a slice of 2 dilim deyiriksə, təbii olaraq two və of-dan öncəkini cəmləndiririk. Slices. Slices of 2 dilim çörək. Bread. 2 slices of bread. Və avtomatik olaraq bu cəmləndi deyin. Biz buna diqqət edirik və ağırdan istifadə edirik. Ofdan öncəkindən istifadə edirik. Və təbii olaraq artıq bu sayılan isim hökmünə keçdiyinə görə əvvəlki dərsimizdə qeyd elədiyimiz sayılan isimlərə nə aiddirsə buna da aiddir. Rəqəm qəbul edə bilər, article qəbul edə bilər, many, few, a few, several bunların hamısını artıq qəbul edə bilər. Bir şərtlə ki, oflu ifadəmiz, kəmiyyət bildirən oflu ifadələrimiz olsun. A barrel of, bir çəllək. Biz bir çəllək deyə bilmərik ki, məsləhət. Deməli, bir çəlləklə nə işlənə bilər? Neft işlənə bilər, pivə işlənə bilər. Və yaxud da ki, a loaf of, bu çörəyə aid olur. A loaf of bread və salam. A cup of, bir fincan, 2 cups of işlədə bilərik. Yəqin ki, bu hissəyə də özünüz baxa bilərsiniz. Sonra a lamp of-dur, a can of-dur, bu heç. Və baxın, görürsünüz, dedim ki, sadəcə sayılmayan isim işlədilə bilməz. Həmçinin sayılan isim də işlədilə bilər. Məsələn, baxın, kettle, elə isimlərimiz də var ki, uşaqlar, bu isimlərimiz sayılmayan cəm isimlər gedir. Yəni, cəmdir, amma təki yoxdur bunların da. Toplu isimlərimiz aiddir təbii ki, 2 hissədən ibarət olanı. Bax, bu cattle toplu isimdir. A head of cattle, bir baş mal-qala. Təbii olaraq
və sonra nə edirdim? Hə, a basket of. Baxın, a basket of gördünüz. Bir səbət. Biz bir səbətdə sayılan isimlər işlətdiyini gördüyünüz kimi. A pair of bir cüt. Baxın, a pair of trousers sayıla bilməyən cəm isimdir. Şalvar təkliyi yoxdur. Scissors, a pair of da a pair of'dan istifadə edirik. A couple of da bir cüt deməkdir. Couple of weeks sayılan cəm isim gəldi. Yəni 2 həftə deməkdir. A couple of bir cüt. Bir cütdə 2 dənə deməkdir deyil. Burada 2 həftə gedir. A sheet of, a plate of bunları da dedik və keçirik. Nəyə? Görürsünüz, burada yazılıb ki, bu ifadənin həm tək, həm cəm forması mövcuddur. Əgər bu ifadələr cümlənin mübtədası olarsa, xəbər ofdan əvvəlki isimlə uzlaşacaq. Ofdan əvvəlki. İstər tək isim olsun, istər cəm. Gördüyünüz kimi, a can of yazılıbdır. A can of, burada təkdir deyirik, biz is işlədirik. Və yaxud da ki, three cans of, three cəmdir deyil. Cans cəmdir deyin, ardından istifadə edirik. Sonra bəzi isimlərimiz dedik material bildirir, sayılmayan olur. Amma bəziləri mənalarına görə, kontekstdəki daşıdığı mənasına görə biz bilməliyik burada sayılan isimdir, yoxsa sayılmayan isimdir. Bəzən verilir ki, məsələn, sayılmayan isimlər cərgəsini verir. Və o cərgədə qlas verilibdir. Siz o qlası neytral saxlayırsınız. Çünki bunun həm sayılan ismi var, həm sayılmayan. Ay, yox, bu qlas, ay, nətər eləyim axı, mən bu qlas həm sayılandır, həm sayılmayan. O variantımız avtomatik olaraq ələnir. Çünki həm sayılan isim gedir, həm sayılmayan isim gedir. O variantımızı əlləyirik. Neytralda dayanır. Şüşə, qlas. Şüşə mənasında sayılır. Sayılmır, daha doğrusu materialdır. Stəkan mənasında isə sayılır. Time, vaxt mənasında sayılmır, vaxt mənasında. I don't have much time. Mənim çox vaxtım yoxdur. Time sayılmır deyin, much işlətmişik. Amma dəfə mənasında one time, bir dəfə, one time, bir dəfə. Two times,